Salam, hər vaxtınız xeyir olsun, hörmətli tamaşaçılar. Xəzər xəbərin bugünə olan ilk buraxılışı ilə qarşınızdayıq. Prezident İlham Əliyev, Slovakiya Respublikası Milli Şurasının sədri Richard Raşinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Dövlət başçısı Richard Raşinin böyük nümayəndə heyəti ilə ölkəmizə səfərə gəlməsinin önəmini qeyd edərək bildirib ki, bu tərəfdaşlığımızın daha bir göstəricisidir. Qəbula görə nümayəndə heyəti adından minnətdarlığını ifadə edən qonaq bu görüşdən şərəf hissi keçirdiklərini deyib. Richard Raşı Azərbaycanla Ermənistan arasında sülh gündəliyi ilə əlaqədar əldə olunmuş nailiyyətlər münasibəti ilə Prezident İlham Əliyevi təbrik edib. Təbriklərə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev sülhün gücləndirilməsi üçün ölkəmiz tərəfindən görülən tədbirlərdən danışıb. Azərbaycandan Ermənistana neft məhsullarının ixracı da daxil olmaqla ölkələrimiz arasında ticarət münasibətlərinin yaradıldığını deyib. Söhbət zamanı Azərbaycanla Slovakiya arasında strateji tərəfdaşlıq münasibətlərinin qurulduğu vurğulanaraq siyasi əlaqələrimizin yüksək səviyyədə olduğu qeyd edilib. Slovakiya şirkətlərinin Ağdamın Baş Qərvənd kəndinin yenidən qurulmasında iştirakına toxunularaq bunun Azərbaycan-Slovakiya dostluğunun göstəricisi olduğu vurğulanıb. Görüşdə beynəlxalq parlamentlər arası təsisatlar çərçivəsində əməkdaşlıq müzakirə olunub. İqtisadi, ticari, enerji, müdafiə sənayesi, təhsil, humanitar, müasir texnologiyalar, mədəniyyət, idman, turizm və digər sahələrdə əlaqələrin genişləndirilməsi məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb. Tezliklə Bakı ilə Bratislava arasında birbaşa uçuşların həyata keçiriləcəyi bildirilərək bunun turizm və insanlar arası təmasların genişləndirilməsinə töhfə verəcəyi qeyd olunub. Davam edirik. Xarici İşlər Naziri Ceyhun Bayramov ilə İran İslam Respublikasının Xarici İşlər Naziri Seyid Abbas Ərakçı arasında telefon danışığı olub. Xarici İşlər Nazirliyindən verilən xəbərə görə telefon danışığı zamanı Azərbaycan-İran iki tərəfli əlaqələri regionda mövcud vəziyyət və bu çərçivədə danışıqlar prosesinin gedişatı, İran ətrafında vəziyyətin diplomatik və siyasi həll perspektivləri ətrafında müzakirə aparılıb. Nazir Abbas Ərakçı danışıqlar prosesi barədə ətraflı məlumat verib. Nazir Ceyhun Bayramov münaqişənin sülh və danışıqlar yolu ilə həlli istiqamətində səyləri dəstəklədiyimizi diqqətə çatdırıb. Nazirlər həmçinin qarşılıqlı maraq doğuran digər iki tərəfli regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar. 18-22 may tarixlərində Bakı məktəblərində dərslər distant formada keçiriləcək. Bu barədə Bakı şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb. Bildirilib ki, VUF 13-ün keçirildiyi dövrdə Bakı şəhərində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin Pirallahı, Qaradağ, Suraxanı, Sabunçu və Nizami rayonları istisna olmaqla 5-11-ci sinifləri üzrə tədris prosesi məsafədən həyata keçiriləcək. Yasamal, Səbail, Nəsimi, Nərimanov, Binəqədi, Xətai və Xəzər rayonlarındakı ümumi təhsil müəssisələrini əhatə edən distant dərslər rəqəmsal məktəb platforması üzərindən tədris olunacaq. Müəllimlər şəxsi kabinetlərindəki Microsoft alətləri bölməsi vasitəsilə Teams platformasına keçid edərək dərs cədvəllərini hazırlaya bilərlər. Onlayn dərslərə qoşulmaq üçün dərs məlumatları platforma üzərindən şagirdlərlə paylaşılacaq. Yeni istifadəyə verilmiş Dərnəgül dayanacağından iyunun 6-sından bölgələrə də səfər etmək mümkün olacaq. Bu barədə Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti məlumat yayıb. Qeyd olunan tarixdən etibarən Bakı, Qazax, Bakı, Bakı-Ağstafa, Bakı, Bakı-Balakən, Bakı və Bakı-Qəbələ-Bakı marşrutları ilə bölgələrimizə səfər etmək mümkün olacaq. Biletləri isə artıq ADY-nin saytından, ADY Mobile tətbiqindən və ya dəmir yol kassalarından əldə etmək olar. Davam edirik. Mayın 15-i 3 itkin şəhidimiz dəfn ediləcək. Bununla bağlı əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb. Rafiq Şirvanoğlu Cəfərov, Füzuli rayonu Əbdürrəhmanlı kənd qəbirstanlığında Ələddin Həzioğlu Həziyev və Zaur İmamquluoğlu Sadıqov Füzuli rayonu İşıqlı kənd qəbirstanlığında torpağa tapşırılacaqlar.
Ölkə üzrə 134 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi təşkil olunacaq. Qida Təhlükəsizliyi Agentliyinin məlumatına görə qurbanlıq heyvan kəsimi və satışının sağlam və rahat şəkildə həyata keçirilməsi məqsədi ilə bu il Naxçıvan Muxtar Respublikasına daxil olmaqla ölkə üzrə 134 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil ediləcək. Bunlardan 76-sında həm kəsim, həm satış, 27-sində qurbanlıq heyvanların satışı, 31-də isə heyvan kəsimi xidmətləri təklif olunacaq. Bildirilib ki, həmin məntəqələrdə baytarlıq nəzarətindən keçmiş və sanitar-gigiyenik tələblər gözlənilməklə kəsilmiş qurbanlıq heyvanlar əhaliyə təqdim olunacaq. Bununla yanaşı bir sıra regionlarda Qida Təhlükəsizliyi Agentliyi ilə razılaşdırılmaqla səyyar heyvan kəsimi çadırları quraşdırılaraq qurbanlıq heyvanların baytarlıq nəzarəti altında kəsimi və satışı təmin ediləcək. Ötən gün Lökbatanda baş verən yanğında anbar ərazisinin 21 min kvadrat metri yanıb. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, Qaradağ rayonu Lökbatan qəsəbəsinə yerləşən ambarda baş vermiş yanğın nəticəsində bir-birinə bitişik ümumi sahəsi 46 min kvadrat metr olan müxtəlif təyinatlı malların saxlanıldığı ambar 21 min kvadrat metr sahədə yanıb. Ambarın qalan hissəsi isə yanğından mühafizə olunub. Qeyd edək ki, mayın 12-si səhər saatlarında Lökbatan qəsəbəsinə yerləşən ambarda güclü yanğın baş verib və alovun söndürülməsi üçün qurumun Fövqəladə Hallar Nazirliyinin 182 nəfər şəxsi heyəti, 40 xüsusi təyinatlı texnikası və 2 helikopter cəlb olunub. Yanğının geniş sahəyə yayılmasının qarşısı alınaraq tam söndürülüb. Azad olunmuş ərazilərdə geniş miqyaslı bərpa və quruculuq işləri davam edir. Bu prosesin mühüm istiqamətlərindən biri də Xankəndi şəhəridir. Şəhərdə həm infrastruktur yenilənir, həm də illər sonra doğma yurda qayıdan insanların həyatında yeni bir mərhələ başlayır. İllərin həsrəti, ayrılığın ağır izləri Xankəndini tərk edib. Uzun illər həsrətində qaldıqları doğma yurda qayıdan insanların addım səsləri Xankəndi küçələrinə yenidən həyat gətirir. Aparılan geniş miqyaslı bərpa və tikinti işləri ilə Xankəndi dirçəlir, yeni bir həyatın başlanğıcı qoyulur. Müasir yaşayış kompleksləri, sosial obyektlər, yollar və kommunikasiya xətləri sürətlə inşa edilir. Şəhərin yeni simasında xüsusi yer tutan məkanlardan biri də Zəfər Parkıdır. Bu park təkcə istirahət məkanı deyil, həm də qazanılan qələbənin, şəhidlərin xatirəsinin və tarixi zəfərin rəmzi kimi formalaşdırılır. Yaşıllıq zolaqları, müasir landşaft dizaynı, xatirə elementləri və istirahət zonaları ilə Zəfər Parkı şəhərin yeni mərkəzlərindən birinə çevrilməkdədir. İşğaldan azad edildikdən sonra Xankəndi şəhərində geniş bərpa, tikinti, quruculuq işləri həyata keçirilir. Xankəndində müasir infrastruktur yaradılıbdır. Xankəndi şəhərində yeni istifadəyə verilən Zəfər Parkı isə həm xarici, həm də yerli qonaqlar üçün tam gözəl şərait yaradılıbdır. 10 hektara yaxın ərazini əhatə edən parkda geniş yaşıllıq zolaqları da salınıb. Bu dirçəlişin əsas qəhrəmanları isə doğma torpağa qayıdan insanlardır. Onlardan biri də ötən ilin dekabr ayında Xankəndiyə köç edən Kamran kişidir. Kamran Nəsirovun bu sevincinin arxasında həm də böyük bir qürur və kədər dayanır. Onun oğlu Xəqani 44 günlük vətən müharibəsində qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. İtkini vermişəm, qürur duyuram. Şərəfli itki vermişəm. Onunla qürur duyuruq. Onunla dik gəzirik. Yəni, vətən onları da unutmur. Dövlət onları unutmur. Biz də unutmuruq. Ağır məsələdir, amma şərəfli ölümdür. Torpaqlarımız uğrunda gedir. Dövlətimizdən deyək, xalqımızdan deyək, hamısından biz razıyıq. Bundan artıq nə olmalıdır? Bax, bu evləri verdilər bizə. Qarabağ klinikası bölgənin ən müasir tibb müəssisələrindən biridir. Klinika ən son tibbi avadanlıqlarla təchiz olunub və əhaliyə yüksək səviyyədə xidmət göstərir. Qarabağ klinikası yalnız tibbi xidmət mərkəzi deyil, həm də bölgədə həyatın normallaşmasının göstəricilərindən biridir. 100 nəfəri keçmişik, yəni 100-dən biraz artıqdır. Bu ilin axırına qədər 230 nəfər tam komanda olmalıdır. Bizim komandada 20-dən çox fərqli ixtisasda həkim var. Həm bu cərrahi, həm daxili branşlarda, həm də pediatriyada. Biz Qarabağ Universitet Klinikasında elə bir xidmət yaratmağa çalışırıq ki, bu həm yerli əhalimizin, buradakı əhalimizin tam olan tələbatını qarşılasın və buradan
xəstə artıq harasa göndərilməsin. Şəhərə qayıdan sakinlər artıq burada rahat və təhlükəsiz şəkildə yaşayır, gələcəyə ümidlə baxırlar. Biz klassik tibb təhsilindən fərqli bir proqram üzərində çalışırıq və buna da nail olduğumuza mən inanıram. Bizim əsas məqsədimiz budur, hansı ki biz buna spiral modeli, spiral tibb modeli deyirik və bu tələbələrə çox böyük yardım olur, yardım edəcək, gələcəkdə öz ixtisaslarına gözəl yiyələnməkdə. Abituriyentlərə də bunu tövsiyə görərdim ki, onlar da bu innovativ metodla təhsil görmək istəyirlərsə, onlar da Qarabağ Universitetini seçsinlər. Xankəndidə bu gün aparılan geniş miqyaslı quruculuq işləri yalnız infrastrukturun bərpası deyil, eyni zamanda insanların gündəlik həyatına yeni dinamika və ümid gətirir. Zəfər Parkı kimi layihələr isə bu yenilənmənin həm simvolik ifadəsi, həm də real nəticələrinin göstəricisidir. Şamxal Cəliloğlu, Elbrus Kərimli, Xəzər xəbər. Davam edirik, hörmətli tamaşaçılar. Türkiyə ilə Ermənistan birbaşa ticarəti bərpa edir. Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin media müşaviri Öncü Keçeli açıqlayıb bildirilib ki, Ermənistan ilə 2022-ci ildən bəri davam edən normallaşma prosesi çərçivəsində atılan etimad qurucu addımlar çərçivəsində Türkiyə ilə Ermənistan arasında birbaşa ticarətin başlanmasına dair bürokratik hazırlıqlar tamamlanıb. İki ölkə arasındakı ortaq sərhədin açıqlanmasına dair zəruri texniki və bürokratik işlər isə hazırda da davam edir. Qeyd olunub ki, həyata keçirilən yeni tənzimləmə sayəsində Türkiyədən üçüncü bir ölkəyə, oradan da Ermənistana gedən və ya eyni marşrutdan istifadə edərək gələn malların son təyinat və ya çıxış nöqtəsinin Ermənistan-Türkiyə şəklində yazılması mümkün olub. Cənubi Qafqazda davamlı sülh və rifahın gücləndirilməsi istiqamətində yaranan tarixi fürsətin işığında Türkiyə bölgədə iqtisadi münasibətlərin inkişaf etdirilməsinə və əməkdaşlığın bütün region ölkələri və xalqlarının faydasına daha da irəlilədilməsinə töhfə verməyə davam edəcək deyə Öncü Keçeli əlavə edib. ABŞ prezidenti Donald Trump Çinə rəsmi səfərə yollanıb. Bu, Amerika Birləşmiş Ştatları prezidentinin son 9 ildə Çinə ilk səfəri hesab olunur. Səfər çərçivəsində Trump'ı Çin sədri Xi Jinping rəsmi mərasimlə qarşılayacaq. Liderlərin Pekində bir sıra görüşlər keçirəcəyi də göstərilir. Trump'ı səfərdə ölkənin iri biznes dairələrinin nümayəndələri də müşahidə edir. Nümayəndə heyətinə Tesla rəhbəri Elon Musk, Boeing rəhbəri Kelly Ortberg də yer alır və Birləşmiş Ştatlar dövlət katibi Marco Rubio və Müdafiə naziri Pete Hegseth də nümayəndə heyətinə daxildir. ABŞ prezidenti Xi Jinping ilə danışıqları zamanı ondan ölkə bazarının ABŞ şirkətləri üçün daha geniş açmasını xahiş etmək niyyətində olduğunu bildirib. Məlumata görə tərəflər kənd təsərrüfatı məhsullarının idxalı, texnologiya, investisiya və regional təhlükəsizlik məsələlərini müzakirə edəcəklər. Trump Ağ Evdən ayrılarkən jurnalistlərə açıqlamasında İran məsələsinin də gündəmdə ola biləcəyini bildirib. Belə hörmətli tamaşaçılar, saat əsas xəbərlərini təqdim etdik. Saat 18-də isə yenidən görüşəcəyik. Hələlik.